Salam, hər vaxtınız xeyir Salam. olsun. Müraciətiniz nə ilə bağlıdır? Mənim əmim qızı İsmailov Xəyalədə hal-hazırda uçsuz içərək, yəni ki, Semaşka xəstəxanasındadır və buna səbəbkar olan insanlar var. Hansı ki, belə deyək, əsl insanlar hansı ki, bugünkü günləri məsuliyyətə cəlb olunmalıdır. Onlar qıraqdan insanları Xəyrə xanıma qarşı qaldırırlar. Hər hansısa bir jurnalistləri qaldırırlar və bu insan özünə qəsd eləmək istəyir. Və bu insanın da evdə bir 5 yaşlı, az yaşlı uşağı var 5 yaşında və bir dənə də 15 yaşlı əqli cəhətdən qüsurlu övladı var. Bu xanıma bir şey olsa, hansı ki, sabahsı gün onun cavabını heç kim verə bilməyəcək. Amma həqiqətən də vəziyyət çox pisdir və çox acınacaqlı bir durumdur. O insanların adlarını çəkə bilərsiniz, hansı insanlardır? O insanları zaten hamı tanıyır. Gülbadə deyilən, hansı ki, əlində o Qılınc oynadı. Qılınc oynadılar, belə də tanınır yəni zaten hər yerdə. Bu insan hansısa xanımı əməliyyat edib. O xanım nətərsə sonra birləşiblər. Nəsə əlavə problemləri olub və belə bir şey də deyəcəm. Yəni bunu araşdırsınlar da. Nə vaxtda onlara pul lazımdır? Xəyrə xanıma gəlirlər, təhdid edirlər, şantaj edirlər, pul istəyirlər və Xəyrə xanım heç bir şəkildə, yəni bir dənə olsun onun videosu yoxdur ki, hardasa o əməliyyat eləsin. Çünki Xəyrə xanım əməliyyat edən deyil. Xəyrə xanım yəni bilirik ki, həmişə işləyib, qaçır orada pasiyent verir, kiməsə 5%, 10%, 15% verir və bu insanlardan öz uşağı üçün pul qazanır. Bugünkü gün onu götürüb elə belə deyək də, yəni ki, öz məqsədlərinə uyğun istifadə edirlər ki, bu insan qalıb pis vəziyyətdə, amma o həqiqətən də günahkar olanlar qalıb qıraqda və onların heç belə veclərinə də deyil. Yəni mən də xahiş edirəm ki, bu araşdırılsın. Çünki o insana bugün burada nəsə olsa, yəni oranı da çəkə bilərsiniz ki, yəni xəstəxanadayıq hal-hazırda. Bütün polis də gəlib izahat alıb, buradan da bütün analizlər, hər bir şeyin cavabı da çıxacaq. Ona bir şey olsa, həqiqətən deyirəm, sabahsı gün yenə Gülbadəmdir, odur kimdir, unudulacaq, amma ortada iki uşaq, Allah eləməsin, yetim qalacaq. Bütün nəsil qalacaq bir, belə deyək də, qohumsuz. Qalanlar da öz keyfində və hamısı da, belə deyək, öz işində, gücündə yenə kimsə şəriyə gedəcəklər. Yəni sizə mətbuat olaraq bilirik ki, həmişə düzgün paylaşırsınız. Yəni xahiş edirəm ki, bunu düzgün araşdırın, düzgün paylaşın və insanlara düzgün məlumat verin ki, hamı bir-birini tanısın. Baş verən hadisələr, belə deyək, tək Gülbadə adlı evranın belə deyək, gücü deyil. Orada bir nəfər də Başqa var, bir Fatimə adlı bir xanım. Hansı ki, onlar birləşiblər və dedim ki, bu xəstənin adı Aytəndir, Aytajdır, bilmirəm, onu səhv deyə bilərəm. Amma belə deyim, bu iki nəfər və o xəstə birləşiblər, belə bir oyun qururlar ki, özləri günahkar ola-ola qalsınlar qıraqda, qıraq adam geçsin, tutulsun. Belə. Sizdən bir şey soruşum. Gülbadə Abdullayevanın saxta həkimlik fəaliyyəti göstərməsindən bağlı məlumatlar yayılmışdı. Onu hətta Səhiyyə də təsdiqlədi. Səhiyyə Naziri də təsdiqləmişdi. Hal-hazırda da deyilənə görə həmin xanım fəaliyyət göstərir. Bəli, bax, əlində sübut da var. Birazdan çəkir, canlı açıb, yəni görə bilərsiniz. Aksiyalar eləyir, insanları yenə əməliyyat edib, hansısa Xəyrə xanım kimi bir adamın üstünə atacaq. Baxsın canlıya, salam, xoş gördük. Baxın, bu xanımdır. Yəni mən buradan hüquq mühafizə orqanlarına müraciət edirəm ki, bu işlə bağlı tam araşdırılsın. Heç bir şəkildə, yəni günahsız olan bir insan əziyyət çəkməsin. Ən azı 2 övladı var. Ən azı xanımdır və Azərbaycan xanımıdır. Və ən əsaslısı heç kimə, heç bir insana bu insan zərər gətirməyib. Gülbadəmlə də Xəyrə xanımın tanışdığı sahibkar kimi özünə yer götürüb, uğur estetik işlədib. O da gəlib orada otaq götürüb və otaqda bağlı şəkildə əməliyyat edib. Hansı ki, bütün hamısının çəkilişləri var. Xəstəni döyüb və o xəstəni döydüyü halda da o güya ki, xəstəni Xəyrə xanım döymüş kimi buraxıblar. Bəli, qələmə veriblər. Kimə müraciət etmək istəyirsiniz? Baş prokurorluğa, hüquq mühafizə orqanlarına, Səhiyyə Nazirliyinə, yəni bunlar hamısı araşdırılsın ki, yəni kim günahkardır, kim günahsızdır, hamısı ortalığa çıxsın. Yəni çox xahiş edirəm bunları yayımlayın. Xəyrə İsmailovanın səhhəti ilə bağlı hal-hazırda nə deyə bilərsiniz? Xəyrə İsmailovanın səhhəti ilə bağlı, yəni o dərəcədədir ki, hətta polislər gəlib belə izahat alıblar. Yəni bu insan dərman içib, vəziyyəti çox pisdir, hələ də özünə gəlməyib. Hal-hazırda sistemlər qoşulur, iynə, dərman, hələ də özündə deyil və biz də yanına girib bir şey öyrənmirik, çünki reanimasiyadadır. Hadisə hansı saatlarda baş verib? Hadisə hardasa istədiyində 7-8 saatlarında baş verib, hal-hazırda saat artıq 1-ə qalır. Yəni 4-5 saatdır ki, bu insan bu vəziyyətdədir, hələ bilinmir bundan sonra nə olacaq.